Esselamu Aleyküm bizi izleyenler ve hürmetli hemkarlarım. Yay fəsli qurtarmışdı və nəhayət ki, ikinci bir fəslimiz, yəni qış dövrü başlayır və bu qış dövründə insanlar kondisioneri isitmə rejimində işlədirlər. İsitmə rejiminin də özünə məxsus problemləri var. Yəni eyni soyutma rejimində olan problem burada da var, amma burada bir qədər artıq olur. Və bugünkü problemimiz nədir? Bugünkü problemimiz yenə də qaz qaçağıdır və qaz qaçağı da kranlardan. Bu kranlar artıq 25 ildən çox işləyir və ən maraqlısı nədir? Əgər kondisioner 25 il bir yerdə dayanıbsa və heç vaxt sökülmürsə, o kranlar sabit olaraq işləyəcək və demək olar ki, o qazı buraxmayacaq. Amma bəzi vaxt demontaj edilib, təzədən başqa bir yerə montaj ediləndə əlbəttə ki, orada qaz qaçağı mümkündür. Çünki orasında olan rezin artıq öz keyfiyyətini itirmişdir. İndi inşallah biz o həmin prosesi sizə göstərəcəyik. Bəli, hörmətli izləyicilərimiz. Gördüğünüz bu iki kran hər ikisi deməli prokladkadan axıdır. Baxmayaraq ki, deməli biz bunu dəyişmək istədik, amma bu çıxmadı. Həm də ki, deməli kondisionerin özünün 25 yaşı varsa risk eləmək olmaz. Ona görə də 2 ədəd təzə kran alındı və indi inşallah onları yerinə taxacaq. Bəli, hörmətli izləyicilərimiz, kranları qaynaq edədik və qaynaq edərkən də mütləq yaş əski ilə onu deməli əhatinin əsasına yaş əski qoymalısan ki, içərisində olan rezin prokladka yanmaz. Biz hər şeyi elədik, eyni zamanda da nipili də yerindən çıxartdıq ki, orada da ərimə hadisəsi baş verməz. İndi artıq kondisioneri yığıb yerinə qoyacaq, vakuumdan sonra inşallah qaz vuracaq. Bəli, hörmətli izləyicilərimiz, deməli kondisionerin içərisinə 24 bar təzyiq vurub onun başqa bir yerdən axıntısının olub-olmadığını yoxladıq. Çünki kondisionerin yaşı 20 ildən çoxdur. Bu elit kondisionerdir və çox gözəl kondisionerlərdən biri sayılır. Amma indi hal-hazırda vəziyyəti çox da məqbul olmasa da, yəni müştəri özü təkid etdi ki, yəni bunu remont eləyək. Və indi əlhəmdülillah hər şey qaydasındadır. İndi havanı buraxırıq və bundan sonra vakuumlayıb qazı vuracaq. Bəli, hörmətli izləyicilərimiz, indi manometrimizə baxırıq. Təbii ki, 22'nin əvəz edicisi vurulub, 427A vurulub, 22'ye ən yaxın olan qazdır. Və hal-hazırda 18,2 bar təzyiq var. Və indi biz ventilatorun sönməsini gözləyəcəyik. Çünki ventilator bu havada təxminən burada 24,5-25 bar olanda sönməlidir. Bəli, hörmətli izləyicilərimiz, məlum məsələdir ki, on-off, yəni ventilatorunun yanıb sönmə adlı ilə on-off adlandırılır belə kondisionerlər. Burada demək isitmə rejimində ventilator mütləq sönməlidir. Və burada deməli təbii ki 22 qazı ilə olanda bu sönmə 20 bara çatanda olur, mümkün olur. Amma burada isə 22 qazın əvəz edicisi olduğuna görə təxminən 25-26,6 bar təzyiqdə sönəcək. Çünki eyni temperatur bu qazlarda müxtəlif təzyiqlərdə olur. Çöl hissədə olan ventilatorun sönməsi mütləqdir. Əgər sönməzsə təzyiq həddindən artıq çoxalar və nəhayət də kompresorun partlamasına səbəb ola bilər. Əlbəttə ki, siz bilirsiniz ki, biz hər dəfə xüsusi termometrimiz ilə kondisionerin girişini və çıxışını yoxlayırıq. Hal-hazırda 24,1 dərəcə girir, 46,6 dərəcə çıxır və sual olunur, niyə görə 52 çıxmış? Çünki burada olan havanın temperaturu hələ ki azdır. Yəni, kondisionerin durduğu yerdə temperatur 29-28 dərəcə çatanda kondisionerin ağzından 51, 52, 53, hətta 55 dərəcə də çıxacaqdır. Bəli, hörmətli izləyicilərimiz, gördüyünüz kimi biz təxminən 2 saat yarıma qədər orada işlədik. Niyə? Çünki bütün o proseslər hamısı qanuni sürətdə aparılmalıdır. Yəni, vakuumlama olmalıdır, hava vurulmalıdır. Bütün bunların da hər birinə vaxt gedir. Çünki əgər biz onu bugün etməzsək, səhərsi gün o başqa bir problemlə üzləşəcək. Biz axıra qədər izlədiyinizə görə biz sizə təşəkkürümüzü bilirik. Mən Yusuf müəllim, kondisionerlərin təbiri kitabının müəllifi.
Əgər kitab əldə etmək istəyirsinizsə bizə müraciət edin. İnşallah biz də onu sizə göndərərik. Əssəlamu aleykum.